21. Fil Kavalleriyə də xəbəri mən çatdırmalıydım. Başqa kim çatdıra bilərdi ki? Qorxurdum ki, eşidəndə ürəyi partlasın. O isə durub sakitcə Kreystonundakı evinin qapısını qıfılladı və mənim yanıma köçdü. Hərə öz dərdinə bir axmaq üsulla sinə gəlir. Fil mənzili təmizləyirdi, yuyurdu, sürtürdü, parıldadırdı. Onun hərəkətləri mənə qəribə gəlirdi, ancaq Allah xatirinə qoy nə istəyir eləsin. Bəlkə hələ ümid bəsləyir ki, nə vaxtsa Jenny evinə qayıdacaq. Ümid bəsləməsin, neynəsin? Yazıq, bədbəxt. Yəqin elə buna görə yorulmadan yer-yığış eləyir. Hər şey olduğu kimi qəbul eləmək istəmir. Əlbəttə, mənim yanımda boynuna almaz, amma özü deməsə də beynindən hansı fikirlər keçdiyini başa düşürəm. Çünki mənim də beynimdən eyni fikirlər keçir. Jenny xəstəxanaya düşən kimi mən qoca Jonasa zəng vurdum və nəyə görə işə gələ bilməyəcəyimi izah elədim. Sonra isə yalandan dedim ki, tələsirəm, çox danışmaq imkanım yoxdur. Çünki bilirdim ki, ürəkdən halıma yanır, onun da qəlbi ağrıyır. Amma ifadə edilməsi mümkün olmayan hisslərini çatdırmaq üçün söz axtarır. Həmin vaxtdan etibarən günlər mənim üçün 2 hissəyə bölünmüşdü. Jenny ilə görüş saatları və bütün yerdə qalan saatlar. Əlbəttə, bütün yerdə qalan saatların heç bir mənası yox idi. İştahsız yemək yeyirdim. Filin evi sürtə-sürtə parıldatmasına yenə baxırdım və Akkermanın verdiyi həblərə baxmayaraq yuxusuz gecələri yerimdə fırlanırdım. Bir dəfə filin öz-özünə mızıldandığını eşitdim. Mən daha dözə bilmirəm. O mətbəxdə idi, boşqabları yuyurdu əlinə. Mən ona heç nə demədim. Özlüyümdə isə fikirləşdim. Mən dözürəm. Ey göylərdən bizim taleyimizi idarə eləyən, ey uca varlıq, davam et. Mən buna sonsuzluğa qədər dözməyə hazıram. Çünki Jenny istənilən vəziyyətdə Jenny'dir. Həmin axşam o xəstəxanada məni otağından çıxardı. Dedi ki, atası ilə təkbətək kişi söhbəti eləmək istəyir. Bu yığıncağa yalnız İtalyan əsilli Amerikalılar buraxılırlar. Jenny məni məlumatlandırdı. Sifətinin rəngi başını qoyduğu ağappaq yastıqdan seçilmirdi. Ona görə təcili məclisi tərk et, Barret. Yaxşı, tabe oldu. Amma uzağa getmə. Mən qapının dəstəyinə əl atanda o arxamca dedi. Mən holda oturub gözləyirdim. Birazdan fil gəldi. Deyir ki, indi məclisə qatıla bilərsən. Filin boğuq səsi elə bil quyudan çıxırdı. Mən gedim siqaret alım. Qapını bağla. Mən otağa girəndə Jenny göstəriş verdi. Əməl etdim. Qapını ehmalca örtüb, çarpayının kənarında oturmaq üçün Jenny'yə yaxınlaşdım və birdən-birə gördüyüm mənzərədən dəhşətə gəldim. Nazik, şəffaf borucuqlar Jenny'nin sağ qoluna birləşirdi. Adətən o bu qolunu yorğanın altında saxlayırdı. Mən isə həmişə Jenny'yə çox yaxın otururdum və bütün diqqətimi onun sifətində cəmləşdirirdim. İndi bu sifətdə qan qalmamışdı, amma gözlər parıltısını itirməmişdi. Tələsik Jenny'nin yanında oturdu. Ağrıtmır, Olli. Doğru sözümdür. O mənə ürək-dirək verdi. Bilirsən nəyə oxşuyur? Sanki sıldırım qayadan yavaş-yavaş dərin dəriyə yuvarlanırsan. İçimdə nəsə qırıldı. Qalxıb boğazımda ilişdi və məni ağlamağa məcbur elədi. Amma mən ağlamayacam. Ölsəm də ağlamayacağam. Məni nə bilmişdiniz? Ağlamayacağam. Axı ağlamamaq üçün gərək ağzımı da açmayım. Dişlərimi sıxım. Eybi yoxdur. Başımdan cavab verə bilərəm. Bilirəm demək əvəzinə başımı tərpətdim. Düz deyil, o dedi. Bu adam səsindən çox inək səsinə oxşadı. Sən qayadan yıxılmağın necə olduğunu bilmirsən, Preppi, o dedi. Sən həyatında heç vaxt belə his keçirməmsən.
keçirmişəm, dedim. Danışıq qabiliyyətim tədricən bərpa olunurdu. Səni birinci dəfə görəndə. Hə? Cenninin dodaqlarından təbəssüm ötdü. Of, bu necə yıxılmaq idi? Kim deyib bunu? Shakespeare'in Hamlet piyesində Hamlet'in atasının kölgəsinin sözləri. Bilmirəm, cavab verdim. Gərək ki, Shakespeare'dəndir. Elədir, amma kimin sözüdür? Jenny qəmli-qəmli dedi. Hansı piyesdə deyildiyini də yada sala bilmirəm. Axı mən Redcliffe'i qurtarmışam. Belə şeyləri unutmamalıyam. Coel'in kataloqunda Mozart'ın bütün əsərlərini siyahıdakı sıra sayına qədər əzbər bilirdim. Coel'in kataloqu Mozart'ın bütün əsərlərinin xronoloji ardıcıllıqla tərtib olunmuş siyahısı. Kataloqu Avstriya musiqişünası, yazıcısı və bəstəkarı Ludwig Alois Ferdinand Ritter von Coel tərtib etdiyi üçün belə adlanır. 1800-1877-ci illər yaşayıb. Nə böyük işdi, dedim. Böyük işdi. O cavab verdi. Sonra alnını qırışdırdı. Orkestrlə fortepiano üçün si minor konsertinin sıra sayı neçədir? Baxaram, söz verdim. Hara baxmaq lazım olduğunu da bilirdim. Kitab evdə, royalın yanındakı rəfdədir. Gecə baxaram və sabah Jenny'nin yanına gələndə birinci bunu söyləyərəm. Nə vaxtsa mən bunu bilirdim, Jenny dedi. Bilirdim. Nə vaxtsa bilirdim. Qulaq as, dedim. Yenə Dennisportda olduğu kimi səsimi Bogart'ın səsinə oxşatdım. Sən mənim də musiqi haqqında danışmaq istəyirdin? Sən dəfnin təşkili barədə danışmağa üstünlük verirsən? Yox. Onun sözünü kəsdiyim üçün peşmançılıq hissi ilə dedim. Mən bu məsələni artıq Phillə müzakirə etmişəm. Qulaq asırsan mənə, Olli? Mən üzümü çevirmişdim. Hə, eşidirəm, Jen. Mən ona söylədim ki, dəfn mərasimini Katolik kilsəsində təşkil eləyə bilər. Yox deməzsən. Okey? Okey. Okey. Jenny təkrar etdi. Elə bil biraz yüngülləşdim. Çünki ən çətin sözlər artıq deyilmişdi. Amma yanılırmışam. Bura bax, Oliver, o yumşaq səslə dedi. Jenny hirslənəndə adətən bu tonda danışırdı. Əl çək bu xəstəlikdən, Oliver. Mən? Sənin sifətində günah ifadəsi görürəm, Oliver. Bu xəstəlikdir. Düzünü deyim, sifətimin ifadəsini dəyişməyə cəhd göstərdim, amma üzümün əzələləri sanki donmuşdu. Bu heç kimin günahı deyil, Preppi. Jenny davam etdi. Sən özünü günahkar saymaqla üzməməlisən. Buna son qoymalısan. Jenny'yə baxmaq istəyirdim. Heç vaxt gözlərimi onun üzündən çəkməmək istəyirdim. Amma başımı aşağı salmalı, baxışlarımı gizlətməli oldum. Utanırdım. Hətta indi belə bir anda da Jenny mənim fikirlərimi gözlərimdən oxuyurdu. Qulaq as, bu mənim səndən yeganə xahişimdir, Olli. Dediyimi etsən, görərsən hər şey yaxşı olacaq. Yenə boğazımda irişib qalmış o zəhrimar qımıldandı. Ağlamamaq üçün Jenny'nin xahişinə sadəcə yaxşı deyə cavab verməyə də qorxurdum. Başımı qaldırıb dinmərcə Jenny'yə baxdım. Parisdə cəhənnəm olsun. Jenny gözlənilmədən söylədi. Nə dedin? Parisdə, musiqidə, sənin mənim əlimdən aldığını düşündüyün hər şey. Heç biri vecmə deyil. İnanmırsan mənə? Yox, səmimi cavab verdim. Onda sürüş buradan. Jenny dedi. Səni ölüm yatağımın başında görmək istəmirəm. O zarafat eləmirdi. Jenny'nin nəyi zarafatla, nəyi ciddi dediyini mən həmişə hiss etmişəm. Onun icazəsini almaq üçün yalan danışmalı oldum. Mən sənə inanıram, dedim. Bax, belə daha düzgündür.
Cenni dedi. İndi mənim üçün bir yaxşı işdə görə bilərsənmi? İçimdən qırılıb boğazıma keçmiş həmin zəhrimar bir də hərəkətə gəldi. Üçüncü dəfə məni ağlatmağa cəhd göstərdi. Yenə də tab gətirdim, ağlamayacağam. Sadəcə başımın bircə tərpənişi ilə Jenniferə işarə verəcəyəm ki, onun üçün hansı yaxşı işi desə, görməyə hazıram. Xahiş eləyirəm, mənə möhkəm-möhkəm qucaqla, o dedi. Mən əlimi onun çiyninə qoyub, ilahi, necə də arıqlayıb, yüngülcə sıxdım. Yox, Oliver, o dedi, əməlli başlı qucaqla. Gəl yanıma. Cenninin qoluna keçirilmiş şəffaf borucuqlara toxunmamaq üçün son dərəcə ehtiyatla çarpayıya uzandım və iki əlli ona sarıldı. Çox sağ ol, Olli. Bu Cenninin son sözləri idi.